Salam əziz və dəyərli izləyicilərim. Son vaxtlar video TikTokda qarşınıza çıxmış olar, Instagramda, TikTokda sublimirованный meyvələr, nə bilim dondurmalar və mənə də sual gəlir ki, çox adam sual verir ki, Məryəm xanım, onlar necə hazırlanır, yemək olarmı, ximikatla qarışıqdırmı? Mən də araşdırdım sizlər üçün. Özüm də belə balaca paketlərdə gəlir bunlardan. Baxın. Bax belə, burada Rusiyada belədir. Təsəvvür edin ki, bunun 5-6 dənəsi bu çiyələkdir. Dondurucuda deməli elə dondururlar ki, bunların prosesini sizə deyim, araşdırdım. 20 dərəcə, mənfi 20 dərəcədən çiyələyi qoyurlar. Deməli, bu birisi meyvələr də var, qatışıq meyvələr də var, hamısını. Mənfi 20 dərəcədən başlayıb 50-60 dərəcəyə qədər qaldırırlar. Elə donur, elə bir vəziyyətə gəlir ki, su zad qalmır tərkibində. Mənim bildiyim qədərilə tərkibində qatqılar yoxdur və çox ləzzətlidir. Məndən soruşursunuz ki, Məryəm xanım, dadı necədir? Almağımıza dəyərmi? Yenə də deyirəm, bilmirəm Azərbaycanda neçəyədir. Burada təsəvvür edin ki, bunun belə bir 5-6 dənəsi, yəni 200 qramlıq paketlərdə Azərbaycan pulu ilə 16-17 manatdır. Azərbaycan pulu ilə biz Valbrisdən sifariş eləyirik, siz Temudan yəqin ki. Amma mənə elə gəlir ki, Azərbaycanda bu dəqiqə çox mağazalarda var. Marojnasını yeməmişəm, yalan deyərəm, yemədiyim şeyi deyə bilmərəm. Amma bütün meyvələrdən çiyələk olsun, hansı meyvələr varsa, malina, moruq, hər birinin belə dondurulmuş vəziyyətdə üstündə hal-hazırda ağ şokolad var və çox belgiski şokoladdan özdə düzəlir. Çox dadlıdır, çox ləzzətlidir. Yəni, sual verirsiniz ki, yeməyimizə dəyərmi? Bəli, əlbəttə dəyər. Mənə çox xoş oldu. Tez-tez sifariş eləyirik və gördüm ki, çox suallar gəlir. Dedim siz ki, suallar verirsiniz, bilirsiniz ki, sizin suallarınızla həmən mən video çəkirəm. Baxın, içi də belədir. Həqiqətən içində çiyələkdir, dondurulmuş çiyələkdir. Ağ Belgiya şokoladıdır. Çox gözəl, çox ləzzətli. Mənə həqiqətən də evdə hamıya ləzzət elədi. Belə ağ glazurda da olanlar var. Bu isə moruq, yox, malina. Bu isə malinadır, ağ glazurdadır. Yəni ki, mənim xoşuma gəldi. Və özüm də araşdırdım, gördüm ki, kimyəvi qatqılar yoxdur qarşığında. Təmiz, doğrudan da Belgiya şokoladından olunur və bax bu yaşıl dediyiniz, bax bu yaşıl isə lime-la düzəlir. İçi təsəvvür edin ki, əvvəlcə turş məzə, sonra şirin ağ şokolad, əsl ağ şokolad və üstü isə lime-la, limonun yaşılı olur, ondan düzəldirilib. Çox belə qeyri-adi bir tamı var. Ağ şokoladla da olanları mən ümumiyyətcə çox sevirəm, çox həqiqətən ağ şokolad mənim deyərdim ki, zəif nöqtəmdir. Baxın, belə olur, cürbəcür malina olanı var, moruq, cürbəcürləri var. Dediyim kimi, Azərbaycanda quru meyvələr satılan yerdə çox güman ki var. Ala bilərsiniz, verdiyiniz pula dəyər. Mənə elə gəlir ki, Azərbaycanda daha ucuzdur. Yəni, burada da ucuzdur. Yəni, Azərbaycanda daha ucuzdur. Hardasa dediyim kimi, bunun 5-6 dənəsi burada, 4-5 dənəsi Rusiyada yaşayanlar bilir. Azərbaycan pulu ilə 16-17 manatadır. Yəni, 200 qramlıq belə paçkalarda. Amma ləzzətlidir. Dediyim kimi, deyirsiniz ki, ximikat varmı? Məryəm xanım, almağa dəyərmi? Bəli, bəli, almağa dəyər. Əsasən də Məryəm xanım kofeni sevdiyi üçün kofe ilə daha ləzzət eləyir adama. Mənim əzizlərim, bir də onu deyim ki, əgər Məryəm xanımın qızıl qaydalarını bilmək istəyirsinizsə, gözəlliyinizə gözəllik gəlməsini istəyirsinizsə, artıq bütün dünyaya səs salıb Məryəm xanım, dünyanın hər yerindən qrupumda, kənddən olsun, rayon, şəhər, xarici ölkələrdən elə bir ölkə yoxdur ki, oradan qrupumda xanımlar olmasın. Çünki mən elə bir mütəxəssisəm ki, sizə heç nə satmıram və arıqlama çayı da arıqlama kofesidir. Qəbz olanlara, xroniki qəbzliyi olanlar qrupuma gəlib deyirlər ki, Məryəm xanım, və o səslər məndə durur. İnanın ki, məni dəhşət bürüyür. Deyirlər ki, Məryəm xanım, elə qrupdan gəlmişik ki, hər ay pul ödəyirdik. Hər ay 20 manat, hər ay 50 manat, hər ay 80 manat və bizə arıqlama çayı, arıqlama kofesi satırdı, bahalı-bahalı. Əgər mən onları sizə satıramsa, öz mənafeyimi güdürəmsə, onda mən nə mütəxəssisəm? O dəhşətli şeylərlə siz arıqlayırsınızsa, bu dəhşət deməkdir. Xərçəng xəstəliyinə tutulur, Allah göstərməsin. Onda mən nə mütəxəssisəm, mənim əzizlərim? Və yaxud deyirlər ki, çoxu deyir, 80% xanımlar qrupuma gələnlər deyir ki,
Məryəm xanım, həm hər ay pul ödəyirdik, həm də ki bizə Sena çayını deyirdi, yeməyin üstünə tök yi, qəbizlikdən azad olmaq istəyirsənsə, köpürəmsə pankreatin, qara kömür. Mənim qrupumda bunlar hamısı qadağandır. Çünki onlar sizin mədə bağırsağınızın mikroflorasını pozur, selikli qişasını zədələyir və sonra bağırsağımız bizim ikinci beynimizdir. Mənim qrupumda tam sağlam həyat tərzi ilə aptekə getmədən, heç nə satmadan, su diyeti etmədən, çünki nədir, immunitetiniz aşağı düşür siz su diyeti eləyəndə mənim əzizlərim. Yoxsa nə var ki, mən də su diyeti deyərəm eləyin, çox da tez nəticə əldə eləyəcəksiniz, amma xəstəliyə düşəcəksiniz. Mənim əzizlərim bizə bunu öyrədiblər, belə dərs keçiblər ki, belə şeylər zərərlidir və bircə dəfə 20 manat ödeyirsiniz, düz eşitdiniz, hər ay ödəmirsiniz, cəmi bircə dəfə 20 manat ödeyirsiniz, bir il qrupumda qalırsınız. Amma nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Bir də onu deyim ki, həmən sizlərlə gözəllik sirlərimi bölüşəcəm, gözəl xanımlar, dırnaq göbələyindən azad olmaq, saçınızın gözəlliyi, dərinizin gözəlliyi və s. qızıl qaydalarım və s. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Buyura bilərsiniz, əgər məsləhət bilirsinizsə. Nömrəmə heç bir əlavələr özünüzdən etcə tələffüz edirəmsə, beləcə də yaddaşa salın. İstər kənddən, rayondan, şəhərdən, hardan yazırsınızsa, WhatsApp-ımı tapmaq üçün bu cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.